2026-cı ildə keçirilən 9-cu sinif buraxılış imtahan suallarına baxaq. 57-ci sual 12,4/3 vurma 2 çıxma 27 yazılıb. İlk növbədə bunu hesablayaq. Düzgün olmayan kəsrə çevirsəm 4/51 vurma 2 çıxma 27 şəklində yazıla bilər. Bu da nə eləyir? 51-i 2-yə böləndə 25,5 çıxma 27. Bu da -1,5 eləyir. -1,5-i də -2/3 kimi yazaq. Bölünsün. -4/3-ün kvadratı nə eləyir? 16-da 9. Bu da bərabərdir. Birinci kəsir olduğu kimi qalır. Vururam ikincinin tərsinə, yəni 9-da 16-ya. İxtisar gedəndə burada 8 qalır. Burada da 3 qalır. -3-də 8 alınır. Bu da -2,3-də 2 eləyir. D variantına uyğundur. 8-ci suala baxaq. Tərkibində 2,5% mis olan 1 ton mis kolçadanından 21 kiloqram mis alınmışdır. Neçə faiz mis itkiyə getirilir? İlk növbədə 1 tonun 2,5%-ni tapaq. Onu 2,5-ə vuranda 25 kiloqram eləyir. 25 kiloqram əgər 100%-dirsə, 21 kiloqram alınıb da, amma 25 kiloqram alınmalıdır. Deməli 4 kiloqram itkiyə gedib. İndi bu 4 kiloqram neçə faizdir onu tapaq. Tənaşib kimi vurursam 25x bərabərdir 100 vurulsun 4, 25 ilə 100 gedir 1, 4x bərabərdir 4 vurulsun 4 eləyəcək 16 B variantı. 59-cu suala baxaq. Koordinat müstəvisində ABCD kvadratının A4,1, C2-1, D2,1 təpələri verilmişdir. B təpəsinin koordinatlarını tapın. Burada elə çəkməliyik ki, baxın, C ilə D-nin x koordinatları bir düz xət üzərində olmalıdır. Onda bu A təpəsi, bu B, bu da C, D olsun. C2-1-dir. Belə olsun. C, D. C2-1. D neçədir bəs? 2-1-dir. D-nin koordinatları x-lar eynidir də. Y-dən -2 çıxsam, onda C-nin y alınır da. A-da da 4-1 verilib. Onda B-si də 4 olacaq. Bunun y-dən də -2 çıxanda -1 alınmış olur. 4 -1 D variantına uyğundur. 60-cı sual vuruqlara ayrın deyir. A-5-in kvadratı olduğu kimi yazaq. Çıxılsın 16 nəyin kvadratıdır? 4-ün kvadratı. Buna da A-5 çıxma 4 yazaq. Bir də A-5 çıxılsın, üstə gəlsin 4 yazaq. Bu da eləyir A-9 vurulsun A-1 A variantına uyğundur. 61-ci sual. Üçbucağın tərəflərinin uzunluğu 16, 18 və 20 cm-dir. Təpələri verilən üçbucağın tərəflərinin orta nöqtələrində olan üçbucağın perimetrini tapın. Orta nöqtələrdirsə, onda bu alınan kiçik üçbucaq orta xətt olacaq da bu. 20-nin orta xəttidirsə, onda bura 10 olur, bura 8, burada 9 olur. Bu kiçik üçbucağın perimetrini tapsam, eləyəcək 27. Y variantı. 62-ci sual. Tam səthinin sahəsi 24 cm² olan kubun həcmini tapın. Kubun tam səthinin sahəsi 6A kvadratla hesablanır. Bərabər ilə 24-də A kvadrat bərabər olur 4-də, A da bərabər olur 2-yə. Kubun həcmi V bərabərdir A-nın kubu ilə hesablanır. 2-nin kubu da nəyə bərabər olacaq? 8-də C variantı. 63-cü sual. Çevrəsinin uzunluğu 32 cm olan dairənin radiusunu tapın. L bərabərdir hansıdır üstündən hesablanır? 2pi yerlə. O da bərabərdir 32pi. Pilər gedir. 2 R bərabərdir 32-dirsə, R də bərabərdir nəyə? 18 cm. D variantı. 64-cü sual. Ədədlərini müqayisə edindir. -5-in kvadratı nəyə bərabərdir? 25-ə. Amma burada -5-in kvadratı -25 eləyəcək. C ilə -5-dir. Deməli, B hamısından kiçikdir. Sonra C gələcək, sonra da A. B isə A. Və yaxud da bunun tərsi də ola bilər. Belə bir variant. Yoxdur, yəqin ki, düşməyib. A, C variantı. Hə, bu cür göstərilir. Burada A böyüdür, C o da böyüdür B. 65-ci suala baxaq. Kəsirin məxrəci sürətindən bir vahid böyüdür. Bu kəsiri onun tərsi olan kəsirlə toplasaq, cəmi 2,5 olar. Bu kəsiri tapın. Kəsirin məxrəci sürətindən bir vahid böyüdür. Sürət x-dirsə, məxrəc x plus 1. Bu kəsiri onun tərsi ilə toplasaq, bunun tərsi nə olacaq? X plus 1 bərabər olur 2,5-ə. Bunlar üçün ortağı məxrəc x vurulsun x plus 1 olacaq. Burada x kvadratı üzərinə gəl. Burada x plus 1 düşür, burada x düşür də. X-in kvadratı plus 2x plus 1 almış olur. 2,5 olmalıdır. Sadələşdirmə aparsam, 2x-in kvadratı plus 2x plus 1 bərabərdir. Bərabərdir. X kvadratı plus x vurulsun 2,5. Bunu da 100-də 205 kimi göstərə bilərəm. İxtisar eləsəm 5-ə, burada 20 alınır. Bunu da 5-ə böləndə 41, 20-də 41. Deməli, 22 yavranda 40x kvadrat plus 40x plus 20 bərabərdir 41x kvadratı plus
41x. Deməli, 41x kvadratından 40x kvadratı çıxsaq nə alınır? X kvadratı. 41x-dan 40x çıxsam, plus x minus 20 bərabərdir 0. Bunun kökləri də nəyə bərabərdir? X1 kökü 5, x2 kökü 4-dür. 4, 5-im 20 toplayanda, mənfi 5-dən 4-dür. Mənfi 1 x işarə ilə götürmüş ikinci hədd əmsalı. Kəsir, adi kəsir deyilsə mənfi cavabı götürməyəcəyik. X kökün 4 götürək. 5-də 4 alınır. Bu da deyilsən B variantıdır. 66-cı suala baxaq. Bölünən 496, qismət 4, qalıq 96-dır. Böləni tapın. Biz bölünən qalıqlı bölmədə belə bir düstur demişdik. Bölünən bərabərdir, bölən vurulsun natamam qismət üzərinə gəl qalıq. İndi bölünən 496 bərabərdir, böləni x-la işarə eləyək, vurulsun natamam qismət 4 üzərinə gəl 96. 4x bərabər olur 400-ə, x də bərabər olur 100-ə. C variantı. 67-ci sual. 4 üzərinə gəlinsin, kökdə 25-dən nə çıxır? 5. Bu da eləyir kök altında 9, 9-dan da 3 çıxır. A variantı. 68-ci suala baxaq. 7-dir, üzərinə gəl 7-si. Aşağıdan da ortaq vuruq olaraq 21-i çıxarsam D plus C qalır. Buradan da 7-ni də çıxarda bilərdik. D plus C. 21 vurma D plus C. D plus C-lər getdi. 7 ilə 21 getdi. 3-də 1 qalacaq cavab A variantı. 69-cu sualda x bərabərdir mənfi 2 olarsa, mənfi 1,5x vurulsun. Yəqin ki, bu 2-dir düşünün. İfadəsinin qiymətini tapın deyir. X-i mənfi 2 qiymətini qoyaq yerinə. Mənfi 1,5 vurulsun mənfi 2. Vurma mənfi 2 bölünsün 2 çıxma 2. O da bərabərdir. Mənfi 1,5-i 2-yə vuranda eləyir 3. 2-ni 2-yə böləndə 1 çıxılsın 2 eləyəcək. O da eləyir 3 vurulsun mənfi 1. Burada mənfi 3 eləyəcək. Sola qaydaram yenidən. Ola bilər ki, nəsə orada səhv oldu. 70-ci suala baxaq. Ax kvadratı plus bx plus c bərabərdir 0 kvadrat tənliyinin kökləri mənfi 5 və 3 olarsa b bölmə a nisbətini tapın deyir. Burada hər tərəfi a-ya bölsəm, x kvadratı üzərinə gəl b bölünsün a, üzərinə gəl c bölünsün a bərabərdir 0 alınır. Bu da çevrilmiş kvadrat tənliyidir. Bunu da köklərin v-dən tapa bilərik də. Yəni nə deyirdi v teoreminə əsasən? Bunun kökləri cəmi ikinci hədd əks işarə ilə götürülmüş ikinci hədd əmsalına bərabər olmalıdır. Bunun köklərində mənfi 5 ilə də 3-ün cəmi mənfi 2 eləyəcək. O da bərabərdir. Mənfi b bölünsün a. Hər tərəfi mənfiyə böləndə b bölünsün a nisbəti 2 olacaq. Y variantı. Baxaq növbəti suala. Burada x bölünsün 3 olmalıdır. Mən bunu 2 gördüm. Tam düşməyib, bu 3-dür. Belə hesablayaq gəlin. Deməli, mənfi 1,5x nə deməkdir? Mənfi 3 bölünsün 2x. Bunu vurma x bölünsün 3 çıxma 2-dir də. X-in yerinə 2 qoysam, mənfi 3 vurulsun, mənfi 2 bölmə 2 vurulsun, mənfi 2 bölünsün, mənfi 3 çıxma 2. Burada 3 müsbətdir. İxtisarlara aparsam, mənfi 3 mənfi 2-yə vuranda 6 eləyir. 6-yı da 2-yə böləndə 3 eləyəcək. Vurulsun. Mənfi 2 bölmə mənfi 3 kimi yazsam, bu mənfi mənfiyə deyəndə 3-də 2 alınır. Çıxma. 3 vurulsun 2-də. O da eləyir 6. 2-dən də 6 çıxanda cavab mənfi 4 eləyəcək. Bu da B variantı. 71-ci sualda deyir 180 ədədini 1, 2, 3 nisbətində 3 hissəyə ayrılmışdı. Bu ədədləri tapın. Bunlara k deyib toplayaq. 1k üzərinə gəl 2k plus 3k bərabər olmalıdır 180-ə. 6k 180-dirsə, k bərabərdir 30. 1k 30 olur. 2k 2 vurma 30 60 olacaq. 3 vurulsun 30 isə 90 olacaq. 30 60 90 B variantı. Bu sual isə oxşarlıq sualıdır. Baxaq 72-ci suala. Deməli, bu bucağın qarşısında, yəni 4-ün xətlərlə verib də A bucağı Y bucağına oxşardırsa, x plus 4-ə nisbəti bərabər olmalıdır. 2x minus 5-in 6-ya nisbətinə tənasüb üçün vurub atsaq, x plus 5 vurulsun 2x minus 5 bərabərdir 24-ə. Sadələşdirmə aparsam, 2x kvadrat minus 5x, burada x plus 4-dür.
plus 8x minus 20 bərabərdir 24-ə 2x kvadratı üzərinə gəl 3x minus 44 bərabərdir 0. Diskriminantdan kökləri tapaq 9 üzərinə gəlinsin 2 vurulsun mənfi 44 olduğu üçün plus yazdım. 2 vurulsun 4 asiddə 4 vurulsun 2 vurma 44 yazıram elə 9 üzərinə gəl bu da vuranda 352 eləyir. Bu da 361 19'un kvadratıdır. X1 kökünü tapsam 5 üzərinə gəl 19 bölmə 2a yəni 4. Bunları toplayanda 24 eləyir. 24 də 4-ə böləndə 6 eləyəcək. Mənfi kökə ehtiyac yoxdur. X 6'dır. 73-cü suala baxaq. 37A plus 2B cəmi cüt ədəd olarsa A plus B cəminin ən böyük qiymətini tapın. Bu 300 plus 70 plus A üzərinə gəl 20 plus B. Toplayanda 370 plus 320 390 üzərinə gəl A plus B olur da. Bunlar da A-la B-dəki tək, yəni təkliklər mərtəbəsində deyən ədəddir və bir-birindən fərqli olmalıdır. Ən böyük deyir qiymətini tapın. 390 özü cüt ədəddir. A-ya məsələn 1 versəm, gəl A-ya lap 9 verək, ən böyük qiymətini deyirsə. Olacaq nə? 379 üzərinə 20 neçə gəlsəm, B-də 7 olar da, hə? 27, 28 ola bilməz, tək olacaq. 27 ilə toplayanda 9-un üzərinə 7 gələndə 16 ilə cüt ədəd alınır. 9 ilə 7, bəli, bunların cəmdə 16 etmiş olur. 74-cü sualda 2x plus y bərabərdir 5-lərin qrafiki üzərində absisi mənfi 4 olan nöqtənin ordinatını tapın. Yəni x-in yerine mənfi 4 qoyuram. Üzərinə y gəlib 5-ə bərabər eləyəcəm. Mənfi 8 plus y bərabərdir 5-dirsə, y də bərabərdir 5 plus 8 eləyəcək 13. Baxaq 75-ci suala. Bir təpəsi koordinat başlanğıcında olan və diagonalları K, yəni bu nöqtədə olur. 4 0 nöqtəsində olan, yəni x-i 4-dür. Buradan bura 4-dürsə, buradan bura qədər də 4 olacaq. ABCD kvadratının sahəsini tapın. Diagonal 8-dirsə, onda tərəfi nədir? 4 kökdə 2-dir də. Həqiqətən 4 kökdə 2. Deyirdik ki, kvadratın tərəfi A olan kvadratın diagonalı A kökdə 2-yə bərabərdir də. 4 kökdə 2 də kökdə 2 vuranda ilə 8 eləyir. Bunun sahəsini tapanda 4 kökdə 2-nin kvadratı 16 vurma 2 32 eləyəcək. 76-cı sual. Bərabərsizliyin tam həlləri cəmini tapın. Hər tərəfi 2-yə bölsəm, mənfi 3 bölünsün 2, kiçik bərabərdir x, o da kiçik bərabərdir 11 bölünsün 2. Mənfi 3-ü 2-yə böləndə 1,5, 11-də 2-yə böləndə 5,5. Bunun tam həllərinin cəmini. Burada mənfi 1-i alacaq, 0-ı alacaq, 1, 2, 3, 4, 5. Bunların cəmi 1-dən 1 getdi. 2-nin üzərinə 3 gələndə 5, 10, 14 eləyəcək tam həllər cəmi. Aha, bu suala baxaq. Burada yəqin ki, bu y kvadratlardır. Bunları tərəf-tərəfə toplasaq. Tənliklər sistemindən x minus y ifadəsinin qiymətini tapmamızı istəyir. Gəlin tərəf-tərəfə çıxaq. Onda x kvadratlar da gedir, y kvadratlar da mənfi 10xy bərabərdir 14-dən 4 çıxanda 10. Xy hasili onda 1-ə bərabər olmuş olur da, mənfi 1-ə. İndi x kvadratı plus y kvadratını tapmaq üçün 3 ilə 7. Bunu 3-ə vuraram, bunu da 7-yə vuraram. Sonra bunları belə toplayacağım. 3x kvadratı minus 21xy üzərinə gəl 3y kvadratı bərabərdir 14 vurma 3-ə. 7x kvadrat üzərinə gəl 21xy üzərinə gəl 7y kvadratı bərabərdir 4 vurulsun 7-yə. Tərəf-tərəfə toplasam 21xy-lər gedir. Qalır 10x kvadrat plus 10y kvadratı bərabərdir 4 üçün 12, 42, 4-ü 7-yə də vuranda neçə eləyir? 28. Bunları da toplayanda 70 eləyir. X kvadrat plus y kvadratı onda 7-yə bərabər olmuş olur da. Məndən də x minus y-in fərqini tapmamızı istəyir. X minus y fərqini necə yazaram? X çıxılsın. X kvadratı minus 2xy plus y kvadratı kimi göstərə bilərəm də. Bu nədir? Zaten x minus y-in kvadratıdır da. Bu da modul x minus y-ə bərabərdir. Bunu hesablayaq. X kvadrat plus y kvadratın yerinə 7 yazaram. Çıxılsın 2. 7-dən də 2 çıxanda 5 qalır. 7-nin üzərinə 2 gələcəm. 9 eləyəcək.
Çünki bu mənfidir axı. 9 eləyəcək. Bizdə nə 9-a bərabərdir? X kvadratı. Bundan kök almalıyam da elə. 9-dan da kök alanda 3 eləyəcək cavab. 78-ci suala baxaq. AC və BD düz xətləri Y nöqtəsində kəsişirlər. Əgər YF BYC-nin təmbiləndisə, BYC-nin təmbiləndir. Bu onda alfadırsa, bu da alfadır. C7 bucağı 50 dərəcədirsə, onda burada 50-dir. Və bir düz xət üzərində olan bucaqların cəmi 180-dirsə, 2 alfa plus 50 bərabərdir 180-ə, 2 alfa bərabərdir 130-dursa, alfa da bərabər olur neçəyə? 65 dərəcə. Burada 65-dir, burada 65-dir. AYF-i tapmamızı istəyir. 65 plus 50 dərəcə eləyəcək 115 dərəcə. 79-a baxaq. BM AC-yə perpendikulardır. Yəqin ki, bu M-dir. DN də həmçinin AC-yə perpendikulardır. BM-i verib 5. 3 bucaq BM-in 60 verib. Bu 3 bucağın sayısını bura x desəm, 2-də 1 vırılsın, x vurma 5 bərabərdir 60-dırsa, 5-dən 60 ixtisar gedəndə burada bir 12 qalır, x bərabər olur 24-ə. Sonra buna, bu düz bucaqlı 3 bucaqdır da, bura A-dırsa, burada A olacaq. Burada deməli 3 bucaqda reaksiyaya aid belə bir düstur var idi. 5-in kvadratı AC-ni tapmamızı istəyir burada. H-in kvadratı, yəni 5-in kvadratı, H düstur, H kvadrat bərabərdir M-in düsturunu tətbiq eləyək. A vırılsın 24 plus A. 25 bərabərdir 24A plus A kvadratı. A kvadratı plus 24A minus 25 bərabərdir 0-dırsa, bu tənliyin kökləri A1 kökü 24-dür, A2 kökü də 25-dir. Daha doğrusu A1 kökü 25-dir, A2 kökü 1-dir. 25-i bir əvranda 25 eləyir. Toplayanda mənfi 25 ilə 1-dir. Toplayanda 24 əks işarə ilə götürmüş. İkinci hədd əmsalı. Təbii ki, mənfi 25 kökü ödəməyəcək. AC-ni tapmamızı istəyir. Deməli, A 1-dirsə, burada 1-dir, burada 1-dirsə, ümumi AC-nin diaqonalının uzunluğu 24 plus 2, 26 olacaq. 80-ci sual. 24 şagirddən ibarət sinif fizika və kimya fənləri üzrə qiymətləndirildi. Fizika fənnindən qeyri-məqbul qiymətlər alanların sayı 8, hər iki fəndən məqbul qiymət alanların sayı 9-dur. Deməli, fizika fənnindən məqbul və qeyri-məqbul, kimyadan da həmçinin belə bir qrafik quraq. Fizika fənnindən qeyri-məqbul qiymət alanların sayı 8-dir. Yazaq bura 8. Hər iki fəndən məqbul qiymət alanların sayı 9 nəfər olarsa, məqbul qiymətlər alanların sayı 9 olarsa, yalnız fizika fənnindən məqbul qiymət alanların sayını tapın. 24-dən 8 çıxaq, qalacaq 16. 16 nəfərdən də 9-u, 8-i qeyri-məqbul alıbsa, deməli 16-sı məqbul qiymət alıb da. Belə bir çoxluq qursaq, 9-u nə alıb? Hər ikisindən məqbul alıb və 16-sı məqbul almalıdırsa, onda bura neçə qalır? 16-dan 9 çıxanda 7. Yalnız fizika fənnindən məqbul alanların sayı 7 olacaq. 81-ci suala baxaq. Deməli, 26 tələbənin riyaziyyat imtahanından topladığı ballar haqqında məlumat vermişdi. Ardıcıl seçilmiş 2 tələbənin birincisi 70-84, 70-84 yəni bura. İkincisinin 85-99 bal arası nəticə göstərmiş tələbə olma ehtimalı tapın. 26 tələbə varsa, ilk növbədə birinci məxrəcə ümumi halların sayını yazırıq. Burada isə yəni bizə lazım olanları yazmalıyıq da. 70-84 bal almış tələbələrin sayı 10-dur. Artıq birini seçdiyimizə görə digəri məxrəcində 25 olacaq. 85-99 arası bal alanların sayı da 13-dür. Bunları bir-birinə vurmalıyıq. 13 ilə 26 ixtisar gedir. Deməli, 25 ilə də 10 ixtisar gedir. Burada qalır 2, burada 5. 2 ilə 2 də gedəndə cavab 5-də 1, bu da 0,2 eləyəcək.